Salam dəyərli izləyicilər. Sualımıza qeyd edirik ki, Vaşinqton konferansının qərarlarının 2-ci Dünya müharibəsində pozulmasıdır. Vaşinqton konferansının qərarlarının 2-ci Dünya müharibəsində pozulmasıdır. Yaponiyanın ABŞ-ın Sakit Okeanın mülklərinə zərbə endirməsi. Beləliklə, Vaşinqton konferansında istənilən budur ki, ABŞ-ın hərbi bazaları da yerləşdirməlidir. Deməli, A uyğun cavabdır. Çünki dənizlərdə əsas üstünlüyü İngiltərə ilə bölüşmüşdü. SSR Yaponiya müharibə elan etməsi yanlışdır. Vaşinqton konferansının qərarlarından deyil. İngiltərə raketlərin hücumlarına məruz qalır. İngiltərənin Alman raketlərinin hücumuna məruz qalır. Radar sistemindən istifadə etməsi də aid deyil. Burada A variantı uyğun cavabdır. Digər bir sualımızda qeyd edilir ki, 1919-cu ilin avqustuna qədər erməni idarəçiliyin və Muğan Sovet Respublikasının mövcud olduğu ərazilər. Deməli, 1910 avqustuna qədər erməni idarəçiliyi mövcud olub Naxçıvan şəhərində bir götürülür, Naxçıvanda. Və Muğan Respublikası isə Lənkəran ərazisində yaranmışdır. Deməli, 5 də uyğun, 1-5 uyğun cavabıdır. Deməli, sualın doğru cavabı C variantında verilmişdir.